Sənin cibindəki pulun sahibi Allahdır. Bizim cibimizdəki pulun sahibi, bizim hər şeyimizin sahibi Allahdır. Bizim sahibimiz belə Allahdır. Allah sənə onu verir ki, ay insan övladı, apar onun bir miqdarını bir fəqirə ver. Biz nə cür edirik bəs? Fəqirin adı gələndə üz döndəririk. Hər kəs adiyyəti yoxdur əlbəttə. Kasıbın adı, yetimin adı gələndə, onlara dəstək adı gələndə biganə yanaşırıq. Birinə deyirsən filan biri şəxsə dəstək lazımdır, ehtiyac sahibidir. Və Allah sənin mənim qapıma göndərib bunu, sənə mənə zəng edib. Biz möminlər, biz müsəlmanlar o fəqirə dəstək göstərməyəcək, kimin qapısına geçsin məyəm o? Peyğəmbər dönəmində biz deyirik Peyğəmbər sünnəsi, Əli şiəsi, Peyğəmbər dönəmində ehtiyaclılar kimin qapısına gedirdi? Əli əleyhissalamın, Peyğəmbərin, Rəsulullahın necə bizim kimi eləyərdilər? Bizim kimi eləyirdilər, yox, bəziləri ayda. Sənin onun bizi kimi eləmirdi Peyğəmbər. Peyğəmbər son tikəsini belə verirdi. Əli əleyhissalam gedərdi namaza, son tikəsini belə verərdi ki, hələ mən namaza gedərəm. Namazdan gələndən sonra sənə verdiyinin bərəkətini Allah mənə verər. Gör təqvaya bax, biz bunun şiəsi, bu şəxsiyyətin şiəsi, bizdə bu təqva niyə yoxdur? İstəsək olar. Mənim biz necə bu gəldik bu məqama qalxdıq? Bu məqam burada da olmasa orada soru-sualı var. Allahı göndərən, Allah göndərib bunu mənim qapıma. Ona etiqadsızlıq, hörmətsizlik, itaətsiz eləsən, Allah edərsən. Ay insan övladı.